Tuz xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizlər. Məştəqanın tam mərkəzi Məmmədiyar dairəsində, hardasa 6 sotdan yuxarı torpaq sahəsinin üzərində bax belə bir gözəl möhtəşəm həyət evi var. Allah kəsin malının mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Evin torpağın çıxarışı paket tutsadır. Həm qeydiyyat, həm ipoteka üçün yararlıdır. 300 kvadratdır. Belə deyək də 2 ailənin yaşaya biləcəyi həyət evidir. 9 otaq, bir mətbəx, 2 sanzeldən ibarətdir. Sizləri yorumlar. İlkin olaraq qiymət 245 min manatdır və keçirik həyətin təqdimatı, sonra evin təqdimatına 3 mərtəbəlidir və yuxarıda da mansardın da yanında 2 dənə təmiz otağımız var. Evi tam şəkildə sizlərə izah edək və qabağında da açıq eyvan nəzərdə tutulub. Gələcəyinə kim istəsə bərpa eləyə bilər. Yəni evin yalnız bir fasadına ehtiyacı var. İnşallah giriş hissəsində sizlərə təqdim edəcəm. Yəni qardaşım evi də buradan tam şəkildə göstər izləyicilərimizə və buradan da sizlərə təqdim edək. Elə gəl qardaşım buradan təqdim edək inşallah. O yuxarıda da gördüyünüz mansard hissəsidir. Yəni orada da otaqlar var və buradan da belə deyək giriş hissəsini təqdim edək izləyicilərimizə. Giriş hissəsini rahat bir şəkildə izləyə bilsinlər. Bu tərəfi də göstərək. Burada da bir plaşatkamız var və burada evin qabaq hissəsidir. Burada qabaq hissəsidir evin, böyük bir ərazidir. Orada da balaca bir əldamı kimi bir şey düzəldiblər və keçək inşallah evin içərisinin təqdimatına. Evin içərisini sizlərə təqdim edək. Buradan da qardaşım bir inşallah verərsin izləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Və keçirik evin içərisinin təqdimatına inşallah. Evin içərisini sizlərə təqdim edək. Bura giriş hissəsidir və buradan pləkanlarla qalxılır yuxarı hissəyə. Və keçək burada bir otaq var. Onu təqdim edək, sonra zal hissələrini təqdim edək. Buranı təqdim edək zəhmət olmasa. Bu ışığını yandıra, ışığı yanır. Stili belə deyək, kombidir. Və burada bir balaca kladovka kimi nəzərdə tutulub. Bunu göstərək. Və sanuceldir bura. Sanuceldə istifoldu, mətbəxin özü belə istifoldan ibarətdir. Və gəl qardaşım, buranı təqdim edək. Bax, bura zal hissəsidir, böyle möhtəşəm. Zal hissəsi var, fikir verin. Səliqəlidir. Və mətbəxini də təqdim edək. Keçək mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi də böyük bir mətbəxdir. Yəni kiçik mətbəxdir, səliqəli bir